Yəni narahat olma, düşmənin bu qədər təchiz olunub. Sənə ilahi fitrət vermişəm, sənə filan şey vermişəm, sənə tövbə vermişəm. Onun da istəklərinə sonra cavab verir. Ki maraqlı olsun da, maraqlı bir oyun başlanır, dava başlanır. Oturmuşam qıraqda, rəqibim məsələn meydançadadır. Mən nə qalib oluram, nə məğlub. Maraq nədir? Mən girim o rəqiblə çarpışım, vuruşum. Allah o rəqibi yaradıb ki, bizi inkişaf elətdirsin. Rəqib olmasa idmançı necə inkişaf elə bilər? Heç cür, yerində addımlayar. Bu da belə. Nəysə, sözün qısası deyir, bilməsin ki, öz fikrinə gəldi, yoxsa mən beyninə saldım. O şeylərdən, taktikasından birini sizə deyim ki, biləsiniz ki, bu söz gəldi beyninizə, bilin ki, o şeytanın sözüdür. Deyir ki, məsələn, durun bir xırda bir əməldə onu eləyim, deyir, bax, güya indi sən bunu eləyəndə arif olacaqsan da, məsələn. Nə olacaq ki, sən o qədər sənin günahın var, adam, deyirsən, özün fikirləşsən. Əşki, mən bir dənə bu, indi gedir, məsələn, filan işi görməkdən nə olacaq? Bu fikir gələndə mən sizə əvvəlcədən xəbər verirəm ki, o şeytanın sözüdür, fikir üzə gəlməyib o. Bu düzəməlli sözdür adamın fikrinə gəlsin. Bu şeytanın sözüdür, qulağına pıçıldayır. Vur ona zərbəni nə qədər gücün çatır. Qoy geçsin, məsələn, divara dəyə bilir o, nəyə dəyə bilir. Dəysin, yıxılsın yerə. Ged o əməli elə. O da duracaq, üstün başını təmizləyəcək. Əl çəkəndə öyrəxim. Üstün başını təmizləyəcək, əgər paltar zat giyinir, bilmirəm, təmizləyəcək, duracaq, gələcək, deyəcək, elədin ki əməli. Gördü ki, elədin, indi həmin o namərd şeytan ki, səni ondan çəkindirdirdi, bu xırda əməldən sənə nə olacaq? İndi gəlir belə deyir, bax, deyir, sən necə imanlı adamsın sən? Sən nə böyük adamsan, sən filan işi gördün.